Bakıda əxlaqsızlıq başalıb gedir. Əslində xüsusilə kəndləri görən və yaxud da ki, daha kiçik yaşayış məntəqələrindən gələn insanlar bunu deyir. Əslində bu antropologiyada çox uzun müddət düşünülmüş bir tendensiyadır, bir məsələdir. Niyə? Əslində əxlaqsızlıq dediyi insanların anonimləşməsidir. Yəni bir kənddə 50 nəfər, 100 nəfər, 200 nəfər, nə bilim 500 nəfər yaşayır ya da ki 5000 nəfər yaşayır. O hamısı bir-birini tanıyır. Nəticə etibarilə birisi bir şey elədikdə, digərləri onu qınaya bilir. Yəni bir sosial qınaq var və çox güclüdür. Amma şəhərdə milyonlarla insan yaşayır. Nəticədə bir-birini tanımayan insanlar hər şey eləyə bilər. Buna görə də əxlaq normativləri dəyişir. Yəni uzun illər bizim sahib olduğumuz əxlaq normativləri nəyə görə var idi, nəyə görə güclü idi? Çünki insanların sosial qınağı vardı. Həmin əxlaqsızlığı eləyən biri belə sabahsı gün həmin əxlaqı müdafiə eləyirdi. Təsəvvür dünən özü də əxlaqsızlıq eləyir, sabah əxlaqı müdafiə eləyir. Bu da onu göstərir ki, əslində əxlaq anlayışı çox nisbidir və oynaqdır. Buna görə də Bakı kimi şəhərdə və yaxud da ki, böyük şəhərlərdə bu tərzdə həmişə əxlaq normativinə uyğun olmayan hadisələrin yaşanması çox normaldır. Çünki insanlar bir-birini tanımır, anonimləşib. Bu qədər bəsit. Buna görə də xüsusilə insanların əksəriyyəti Bakıya gəldikdə və yaxud da ki, digər böyük şəhərlərə getdikdə rayonlardan çıxıb mədəni şok yaşayırlar. Sanki başqa ölkəyə gediblər. Çünki sosial standartlar və onlara xitab eləyən gedişat bir növ onları yad hiss elətdirir.